Azərbaycan kinosunun unudulmaz incilərindən biri də uşaqlığın son gecəsidir. Filmin əsas mövzusu uşaqlıq xəyallarına vida edərək böyümək və həyatın məsuliyyətlərini dərk etməkdir. Uşaqlıq ilə gənclik dövründəki keçid mərhələsini, saf duyğuları və ilk məhəbbət həyəcanının necə formalaşmağı izləyiciyə təqdim edilir. Ekran işi, musiqisi, dialoqları və obrazların nümayişi ilə izləyicini təsir altına alır. Görkəmli rejissor, əməkdar incəsənət xadimi Arif Babayevin 1968-ci ildə lentə aldığı filmdə çox maraqlı aktyor heyəti çıxış edir. Hətta bu komandanın üzvləri arasında əcnəbi aktrisa da yer alır. Ənvər Həsənov, Səyavuş Şəfiyev, Ətayə Əliyeva, Tofiq Mirzəyev, Töhrə xanım Zeynalova, Gürcü əsilli Megi Kajeradze və digər aktyorlar yer alır. Filmin ssenari müəllifi Maqsud İbrahimbəyov, bəstəkarı isə Polad Bülbüloğludur.